Bu trenden bu hamur beyliklerim. Qəşəng mahnıdır. Gəl gör şeyləri bağlayım, dincəlin. Siz belə bir dincələ bilmirsiniz də. Ailəvizin o gördüklərinizi oturursunuz burada yazırsınız mənə. Çünki gözünüzü açıb anozdan, bacozdan elə şeylər görürsünüz. Tanımadan tanımadığınız adama sizinlə oturmamışam, durmamışam. Ağzınıza gələn yazırsınız mənə. Anavızla getməmişəm, bacınızla gəlməmişəm. Nə giyinirəm, əcəb eləyirəm. Ərlilər giyinəndə yaxşı.
Onlar babam ya. Dəli olsun. Yine olmaz kontrol ederdi. Bu qəşəng mahnıdır. Deyəm. Çata fikir verirəm, mən bağlamışam. Ben nasıl yazayım? Yox. Ben izleyicilerim, öyle izleyicilerim. Anne. Bir daha kaydıran de. Ha, tezdi. Rəhbərçi oynayırıq burada. Toyları geçiyor. Maşın Tezdi, tez. Gələcəm biraz. Gələcək. İştəyəm. Gələcək. Otur TikTokda bax mənə. Mən oynayıram, sən də mənə bax. Söymürlər. Otur bax. Ya. Otur qəşəng oynayıram, amma bax. Otur mənə bax. Ya. Yox çocuk.
Çok güzel. Konser qurtardı, öl. Oxay, oxay, heç nə yaza bilmədiniz. Nə oldu? Yalandan ərim deyə yanlarında otururlar. Gecə gedib klublarda oynayırlar, qirgətdə olurlar. Gecə gedib səhər gəlirlər, ərim var deyirlər, qirgətdə olurlar. Mən TikTokda oynayanda tərbiyəsiz oluram. Niyə? Hansınızdan gecə gedib səhər gəlirəm. Özüm bilirəm, səhifə mənimdə oynayıram. Kart qoyursan pis, oynayırsan pis, atlanırsan pis, gülürsən olursan bambalı. Mən bu səhifəni nə üçün işlədim? Bu səhifəni nə məqsədlə işlədim? Sizə yardım eləyim, yardım məqsədi ilə işlədim səhifəni. Oturun da sakit. Nə yazırsınız mənə? Öz ailə üzvlərinizdə, öz doğmalarınızda. Nə evinizdə görürsünüzsə, bu çatı açıram indi. Öz ailəvinizdə gördüklərinizdir ki, məni tanımırsınız. Məni ilə nə çörək kəsmisiniz, nə bir yerdə yatıb durmusunuz, nə əlaqəm var, nə zəngdən danışıram, nə də bir şey. Məni tanımaya, mənə bu fikirləri bildirirsinizsə, öz ailə üzvlərinizdir, mən deyirəm. Anovuzda nə gözünüzü açmışsınız körpəlikdə, nə görmüsünüz odur. Mənim çox veciməsiniz. Prosta mən istəmədim mənim dəyərli izləyicilərim sizin artıq sözlərinizi görsün. Ona görə çatı bağladım. Belə mən sizi hiss eləmirəm. Çünki mən öz şotuma yaşayan qızam. Mən heç kimin şotuna yaşamıram ki, mənə burada nəsə yazasın, məni yandıra. Oynayıram, əcəb eləyirəm, yaxşı eləyirəm. Pis hərəkət elədim, ay bacı. Oynayıram da, neyiniyim, yas tutum. Niye oynamayım, ay bacı, necə oynayayım? Onda gecə gedirəm klubda oynamağa. Evlərindəkinə qoyduğu hörmətdir. Nətər eləyək, nə qayraq? Qoymurlar oynayaq, ay bacı. Oynamağa qoymursunuz, kart qoyanda dilənçiyik. Yardım eləyəndə yaxşıyıq. Onda da diyorsunuz banditsiniz. Neyiniyim? Bir də oyna, hadi get tullanı da burada. Mən özüm biləm nə vaxt oynayıram. Roza məndən də gözəldir, az Roza gözəldir. Roza göz, kibrilər xoşunuza gəldi? Ceyran xanım eləyib. Ceyla xanım. Sən adı bizi düzəməlli deyə bilsəydim. Yeməyə yaxın oturdu, gedib o tərəfdə oturmuşsan. Burada da gizləşdirsən. Yalan demə. Saçım zor olub uşaqlar. Bilirəm saçlarımın üstü tüddü, aşağısı başqadır. Onu mən bilirəm. Mən saçlarımı sentyabr ayında çıxardacağam. Bildiniz? Çıxardandan sonra bu rəngdə qoyacağam. Bir ay belə qalsın. Xoşum gəlir də bu rəngdən. Başa düşürsünüz? Xoşuma gəlir. Xanımın öz seçimi də o rəngdə. Hə, xoşum gəlir mənim bu rəngdən. Ay qızlar, bir dənə deyəm çay süsüm. Eybi yox. Qaşlarım tamam silinməyib, qızlar, bax belədir. Bax. Kariçnevi rəng olub da qızlar. Qırmızı gedib kariçnevi olubdu. Yo, burada da Allah qıyıyor. Sentyabrda söktürəcəm saçımı. Hə. Yo, saçlarıma dəyməyəcəm. Saçlarıma niyə dəym? Cəmaət əziyyətlə mənim başıma tük yığıb. Niyə mən onu sökməliyəm ki, yəni bəyənirəm axı saçımı. Saçımın üstüdür, biraz da asfitleyin eləsəm yandıracam başımı. Bir dəfə də yansa başım yanacaq. 4 ay qalacaq, hə? Niyə qalmır? Mənim qaynaqlarım qalır. Vallahi qalır. 3 ay bura qədər qalır. Bura qədər qalacaq. Sentyabrda sökəcəyəm. Sentyabr girməmiş sökəcəm, 500 adı sökəcəyəm. Yox abla, Noruçka, yox, pis olmayacaq. Şu çayımız qutardı. Nə tez az işiniz qutardı. Buna? Biz 37 nəfər adam var, bir nəfər ekranı bəyənmir. Gəl bu arada bir də bəyənsin. Sıxıl rəng. Səni görəndə, məni görəndə niyə ay qardaş? Attım səni bloka da görmərsən, mən narahat olma. Şokolad qabığı əvvəlki saçım kimi eləyəcəm. Çay dəmliyim.
Ay yazan Allah adam. Kimə ləkə vururam? Ləkə nədir? Bağlamayıb canlı. Bağlamısan canlı. Az yox, canlıdayam. Çay da düzəldirəm. Çaniki tapıram ki, düzəldim. Valla da pisəm, nə işiniz var burada? Nə oldu? Elə hamı pisdir, bir dənə sözsüz yaxşı. Nə oldu? Ləman pis, mən pis, obrisi Nərmin pis, hamımız pisik. Kamuş pis, Tima pis, Baboş pis. Kimdir yaxşı bəs? Hamımız pisik. Niyə baxırsınız bizə? Niyə canlı oturursunuz bu canlılarda? Nə var? Mənə yox, soyuq deyil xanım, kardiganım var. Belə çıxmıram ki bayrağa aşkım. Dəli deyiləm ki, küçədə qalmış deyirəm ki belə heç kimi çıxım bayrağa. Burada paltarlarım var da. Qalın var deyil. Niyə ki qalın qoyuram ki? Bax gör. Yox, qəşəngdir, niyə? Aslında bunu. Belə çıxmışam bəridir, belə qəşəng. Mədəni, kulturlu. Nə işlərim var idi, oraya getməliydim. İndi bu mənim səhifəmdə salona gəlmişəm, rahatçılığına giyindirəm. Qaralmağım xoşunuza gəldi, bəyəndiniz? O yanında yoxuydu deyə oynanır. Bəyəndiniz qaralmağımı? Bəyəndiniz. Gözüm çay düzəldim. Mən bundan eləmişəm, amma bunun öz kreyi olur, öz kreyi geçən yaxşıdır. Ya gündürən ondan alardım da, ondan var idi. Yox, deyil, neyinə? Şeydə qaldı. Ondan var idi, bu birisi kleydən yox idi. Göstərim də. Dırnaqlarıma baxın. Sənin salon, mənim salonum yoxdur. Kəmalə xanımın salonudur bura. Kardigan paltarla almışdım. Paltarı bir izleyici vardı, ona satdım 15 manata. Telefon qoyanlar oradadır. Yoxdur. Hara soxublar? Harda qalırsan? Ay qardaşım, sənə nə var? Mən harda qalırım? Qızlar, pastavkalar hardadır? Üzürlü sən, pastavka bilmirsən hardadır aşkım? Aşkım benim yanacak. Onlardan son söktü. Geliyor yok. Giyip buradan sert giyip. Bu niye böyle eləmişsiniz ki? Bu niye bugündədir? Kimə var? Hə. Az yoxdur, əlbəttə şey yaparım, qız yaparım. Enara. Ha. Allah'ım, saçım kıyıyor. Başım gitti. Heh, şu an düzelttim. Diyanın uşağı gelme. Çay düzelttiniz. Asil, ben yiyeyim. Naharım. Salam. Hə. Neyinirsiniz da uşaqlar? Ay bacı, qaralmışsan. Hə, qaralmışam. Səhifəsini etiket eləmişəm də xanımın. 28-də Əhməddirə zatda yerləşir, Qarayevdə zatda. Çox qəşəngdir, qaralmışam. Salaridə qaralmışam, ay abla, harda qaralacağım mən? Pulum nə gəzir mənim xarici ölkəyə gedim, nə itim azlarım azıb. Bakıda güclə dolanım. Bakıda güclə fırlanım. Canlıdayam.
Bilmədim, harama soxum telefon bulanın əlindən. Valla. Heç nə olmaz, heç nə olmaz. Gedin xərçəng xəstəliyindən əziyyət çəkən insanlara sual verin ki, salariya, qaynağa, əməliyyata gedəndən sonra siz onkoloji xəstə olmuşsunuz. Gedin birinə sual verin də. Gedin onkoloji больницaya sual verin. Hamısı deyəcək ki, oğlumun dərdindən, qızımın dərdindən, anamın dərdindən, atamın dərdindən, borcdan, xərcdən. İnsanı xəstə salan adamın problemləridir. Sizin özünüzə baxmaqlarınız deyir, ay bacı. Kiç-kiç şeyləri ağlınızı uşaqlıqdan diriyiblər, o dördə yəni. Kərimov abla, profil şəklini niyə silmirsən? İnsanı öldürən qohum əqrəbədir. Ailədir. Valla. Əsəb nervi əlbəttə. Valla, gedin bir dənə onkoloji xəstələrdən, nevroloji xəstələr. Nəsə bir xəstəlik tapan insanlar var, o dərddən, fikirdən. Gedin onlara sual verin ki, nədən belə olmuşsunuz? Biri deyəcək oğlumun əlindən, biri deyəcək gəlinimin əlindən, biri deyəcək nə bilim ərim ölmüşdü, ərim mənə əziyyət verdi, biri deyəcək atam mənə əziyyət verdi, filan şey oldu, çox əziyyət şey. Hamısı zülmdən, əziyyətdən yaranan problemlərdir. Hamısı dərddən. Salaridən onkoloji xəstə olur. Az onlardan olmur. Siz bu yanımızdakı bir çırçındırları yığışdırmaq lazımdır. Başa düşürsən? Yanımızdakiları. Ki bizim az əsəblərimizdən oynasınlar. Vallahi hamımızın ehtiyacı var ki, bugünkü günü bir dənə bayquş kimi bir dənə ev olsun, gedək girək o evə. Quran haqqı məsəl üçün, mən öz payıma, mənim də ehtiyacım var. Bəlkə sizin də belə 700 nəfərsiniz burada. Elə 700-ün bəlkə ehtiyacı var ki, haradasınız, sakit oturasınız. Telefonları söndürüb, belə oturasınız, patoloqa baxasınız. Heç kim sizi axtarmasın. Bu şeyə ehtiyacınız var. Mənim ehtiyacım var telefonsuz yaşamağa. Vallahi. Yaxşı Nivan var, mənim Nivan var. Allah başla. Nivan nə gəzir adı? Kurusuram mən. Mahmunu sarı getdi. Aslında yordular da məni. Həzin səslənir uşaqlar. Nivam yoxdur. Nivam hardan olsun? Hamamdan çıxandan sonra nə yağı vururam. Salaridən çıxandan sonra xanım mənə orada şey verir də, krem almışam ondan. Qızıl rəngdə kremdir, çox qəşəngdir. Mən getdiyim salari qızlar çox gözəl salaridir. Şey deyil, pis deyil. Baxın. Nəticəsinə bax. 3 dəfənin nəticəsidir. 55 dəqiqə. 15 dəqiqə bir, 15 dəqiqə bir, 10 dəqiqədə bir. Xanımdan alıram da, yağ deyil, kremdir. Dırnaq nə istəyirsiniz? Yəni, hepsi var, öz dırnağına gel var, şlok var, üst formu var. Siz nə istəyirsiniz, onu yazın. Sizi hacam. İnara gəlsəydə tırnağım sınıb. Onu düzəltərdi. Onlara 4 gündür mən dırnaqsız qoyum. Yalan demə, gəlmir. Düşmür həyətə. Dırnaqsız yaşayıram. Gələcək yoxsa evdə oturacaq? Gəlməyəcək. Burnumun deşiyi. Forma eləmək olur, baş barmağa bir dənə olur, pisi barmaqlar olur. Burnumun deşiyi sənə nə maraqlıdır ki, sən deşiklərlə nə işin var xanım? Elə insan var, dırnağı çox balaca olur. Kesin gözü açılan elə şeylərə marağın olur. Çünki sənə elə şeylər işitdiriblər. Baş barmağa eləmək olur, pisindən daha yaşayır. Mənim burnumun deşiyin sənin meyvə lazımdır, ay xanım. Çox sağ ol Caba. Caba kimdir? Hansı Cabadır o? Canım, Caba, necəsən? Mən sizi çox istəyirəm.
Mən orada yeməkdə yedim, gəldim burada peyaj. Gələndə də peyaj yemişəm, bəyəndim. Qəşəng yemək yox. Mən qəşəng yemək. Qəşəng olur, çox qəşəng olur. Ayaq tipsi, mən bir dənə xanımdan soruşum. Elçin bəyəndim, ayaq tipsindən soruşum, neçə yer. Dırnaq ustası mən deyiləm, o birisi xanımdır. Bəs bəyəkin atarsan da istəyir. Deyir burnumun deşikləri ağrıdır. Ay xanım, mənim burnumun içinə nə soxuram ki, deşiyi mən ağrıda. Mən heç əlimi burnuma soxa bilmirəm. Balacadır mənim burnum. Mənim burnumun deşiyini sən nə edirsən? Sən gözünü soruşum deyiləm. Yox, mənim burnumun deşiyi nə edirsən? Nə deyir o? Nə deyir də? Mən bir dənə başa sal. 5-30 arasıdır xanım. Az piercingi deyirsən, hə də deyir də burnumun deşiyini elə biləm deyirsən. Az yox, deyib. Öldürüb, onun izləyicilərinin sualları məni öldürür. Az özümə oxşayırlar da, gecə 4-də yatırlar, səhər 7-də dururlar, başları işləmir axı. Hə, eləyirəm. Ay bacı, deşiklərim yaxşıdır. Qarnımda da var, göstərin. Mən yazsın görünən istəyir. Deşik ağrıtmır ay xanım, bax. Bax, belə eləyirsən, bax, belə. Onun canlıdan gəlir. Belə eləyirsən, heç də yoxdur, bax. Heç də olmaz ay bacı, heç kimə heç də olmaz. Həyata bir dəfə gəlirsiniz, haravıza istəyirsiniz, deşik qoydurun. Haravıza istəyirsiniz, nə istəyirsiniz, eləyin, ay bacı. Onsuz da belə ki, sən də tərbiyəsizəm, bağlasam da tərbiyəsizəm. Başım bıraq. Başım bıraq. Bu da karamel alım, emunçulu, karamel alım. Sağlıqsan qutalaşı yapmak zaten. Siz mən profilimdə nömrəm var. Yazarsınız nömrəyə. Öldüyün, sənə nə var? Lipapotun var. Özü kişi səndə. Bu nədir? Şey qoşuldu, falan. Ayağı Lonqaya qoşulur. Yox, kişi xeyli ağırsa, sənə nə var? Lipapotunu var. Onun qiymətini dəqiq Mənim kimlə nə aramdır, sənə nə? Şuraq 25 il. Bura 9-cu min. Bəlkə elə onlardan biri sənsən, dərd alıb səni, söhbət eləyim, onlar haqqında danışım. Mənim heç kimlə problemim yoxdur. Bir-iki nəfər idi, atlandı, düşdü, oturdu yerinə. Mən Azərbaycanlı qızıyam, erməni deyil amma. Azərbaycanlıyam da mən. Mənə kim nə deyə bilər ki? Qaynaq kipriyimizin üstünə kipriyi yapılır. Belə var nə? Heç kimin qapısını döyüb evdən girmirəm ki, məcbur, gəlin oturaq da sizinlə oturmaq istəyirəm. Mənə kimsə nəsə deyə. Başuş mənim, kim mənə deyə bilər? İndi vaxtımız var, gəlmək istəyirəm. Dırnağa gəlmək istəyən var. Gəlsin də, gəlsin. Buyur canım, gəl, mən də buradayam. Binadan düşürək. Hardan gəlirsən? Harda gəlirsən? Nə istəyir ki? Elə biləm canlıdan. Dırnağın ya da tipsinin ikisindən biri olacaq. Verişdir. Yox, ayrı. Deyib altında şey var, açda var, qeçqədə görsən hansını istəyirsən. Mənim ərsiz bacım, az neyinir səni əri. Ərə budur, Qurana and olsa, elə oğlana ərə gedərəm ki, bütün Bakı mənim ərimə baxar. Qaynaq, Valla. Zuzu xanıma yığmışam dünə. Səhifədə video paylaşmışam. Gəlin qızlar, gəlin. Heç səhifədə paylaşıbdır. Öz kipriyimizi qatlaq vəziyyətdə saxlayıb bir ay. 9-cu mikrayında qızlar, kütlüyəni burada yaxdırmış. Salonum mənim deyil, Kəmalə xanımın salonudur. Bura gəlirəm, gedirəm, saçımı klotka eləyirlər, kipri yığdırıram. Nə istəyir? Burnumdan razıyam, xeyr. Burnumdan nəfəs ala bilmirəm. Məndə verəcək qeçqə yedi. Nəfəs ala bilmirəm. Hə. Xorulduyuram. Nəfəs ala bilmirəm. Yaxşı qızsan, amma ac lovğasan. Mən heç vaxt ac olmamışam. Ac olub neynəmişəm ki? Sən kimi cırcındırın qabağına bəlkə zəng eləmişəm, demişəm, mən hansı stolda otururum. Mənim stolumda oturanlar mənim stolumdan yiyiblər. Mən heç kimin stoluna yaxınlaşıb deməmişəm ki, olay sizinlə oturum. Taksi pulum yox deyə, gəlib məni götürərsiniz. Maşınıma benzin vurarsınız. Uşağım meyvə istəyir, ala bilərsiniz. Işığın kanalını verə bilmirəm. Aclığa niyə oluram ki? Nə olub ki? Özü adımı da Bakılı qoymusan. Niyə mənə yola getmirsiniz ki siz? Adımı da Bakılı qoymusan, heç Bakılı da deyirsən sən. Nurlan səninlə sevgilidir. Nurlan kimdir? Nurlan kimdir? Nurlan kimdir? Soğuk üstədə gələn kreditlər qırıb. Eləməyirlər, deyəm oturmadı. Yaxın saat işi gör. Getdi gəldi, yoruldu yatdı. Bax, 5-də yatır da. Bütün işləri qablı edə.
Sən kimə deyirsən? Az önce yiyip çimedən gəlirsən. Buraya gelirsiniz. Qalx 2 dəqiqə döy qapısını, düşsün aşağı, gəlsin dırnağını eləsindir. Cəmaat müştəridir. Siz Zərfəliyev parkı tərəfə. Parkın içindən düz gəlirsiniz burada. Metrodan bura 8 dəqiqəlik yoldur piyada. Niye 18, 61, 65? Yox, Əhmədidən gələcək, ona görə metro ilə rahat olur. Gəlib çıxırsınız Nəsim metrosunda, Nəsim metrosuna yolu keçirsiniz Zərfəliyev parkı tərəfə. Eşidirsən? Balaxanlısan, Suraxanlısan, haralısan, mən onu hiss eləmirəm. Mən ümumiyyətcə öz bakılılarımı bir kənara qoyum. Mən rayon cəmaatını çox sevirəm, mən çox. Çünki mənim yanımda olan veçinolar olub. Səni kimi də adı bakılılar ömür boyu məni belə dartışdırıb. Başa düşürsən? Mən loğa deyiləm. Sən kimsən ki, sən mənə loğa deyəsən? Bu vaxta qədər nəyimdən loğalıq eləmişəm? Bəlkə oturub vermaqlar, bahalı yerlərdə canını açmışam. Get öz, mənə başıma dəysin, mən gözadatıma geçişinlə məşğul olas buradan. Davay, hələ Alivi qaldır şükür ki, sən blok atmıram. Mənim başım belə şeylər götürmür. Sən məni tanımırsan, sən mənə loğa deyə bilmərsən. Sən ərin sənə Xonçada o vaxt Nikolay şeyin adı neydi? Traktor. O vaxt sənin ərin sənə traktor seplər alanda mən uşaqlıqdan ayaq qolbağı ilə məktəbə gedirdim. Mənim nəyim loğadır? Nəyim loğadır? Küçədə bir dənə zı deyirsiniz, qucaqlayıb öpürəm sizi. Bəlkə belə eləyirəm sizə. İt kimi belə eləyirəm sizə, bəziləri kimi. Bize geldi bütün gün. Ne var ya? Ha, neynirəm? Kimə neynirəm? Kimə nə pisliyim olub? Kimə belə baxmışam? Bəlkə küçədə biriniz mənə salam vermişsiniz. Belə eləmişəm sizə. Biriniz çıxın deyin də. Biriniz çıxın deyin də. Böyle olur da. Biriniz çıxın deyin ki, küçədə gördük səni özünü dartdın. Niyə dartıram ki mən? Belə də sadə insanam da, yayın açan adamam kiməm ki? Canım Nazı xanım, necəsiz aşkım? Baba, ağızlarına gələn yazı. Ay Allah. Sonra kopayıb onun üçün qırmızı şey olur. Sən nə içirsən? Azadlıq tərəfdəydim. Azadlıqda. Yox, azadlıqda. Azadlıqdan keçdim. Babəkdəydim mən bayaq. Çox pis deyə. Ümid axşam telefonda Aliyev Acılarım yanır. Kimsə nəsə Rusça yazıb mənə, başa da düşmürəm. Deyən çevirim görüm, oxuya bilirəm. Havalısın, kimsə diqqət etməyin. Canım, öpürəm sizi devaju. Canımsız, mən sizi alda biraz səsini. Mən burada şeydə meyxana deyirəm. De gəlsin də, bırax xanım. Sənin səsin yayından aradan. O arxa fonda təzyiq. Mənim səsim gəlməlidir də xanım. Az mənim nəyim gözəldir, sən Allah, burnumuz adını kəstirmişəm. Kimsi? Az eşitirsən, davay fızqırt az buradan. Tur fızqırt. Tur fızqırt. Yerini tanımayan, yaşayışını bilməyən sənə kimi qızlardır. Prosta gözlərini Bakıda açıb özünü Bakılı eləyənlərdən. Davay fızqırt az, mənim Balaxanlıda nənəm gülü olublar. Atlarını çəkmək istəmirəm kimlərdilər. Belə kasıb ailə də olsalar mərddilər, cındır deyirlər, özlərini hörmət edən adamlardır. Babamın qəbri Tigaldadır. Mən heç fəxr eləmirəm mən bakıllığımla. Mən fəxr eləyərəm, mən uşaqlarımı ortalığa çıxartsam. Balamı bir yaxşı yerə çıxardım. Mənə lazım deyil neynəsə mən fəxr eləyim. Mən elə şeylərlə fəxr eləmirəm. Mən özümü neynə fəxr eləyim, neynəmişəm ki? Mən balalarım üçün fəxr eləyərəm. Qızımı ortalığa çıxardım, oğlumu ortalığa çıxardım. Yararlı övlad eləyim. Mən özümün neyinə... Sən də keç o yana, ay qız, hicablısan, sən oturmuşsan dalımda. Keç biraz o yana. Başın görsənir. Sən, mən fikirləşim səni, keç o yana. Sağ ol ya. Sən də sağ ol. Kıyamet olacak. Kıyamet olacak. O filmciyim orada, paslayacağım ben. Otur orada da, sonra deyəcəksən hicablıyam, sən mənə görsətdin. Mən heç şeylə fəxr eləmirəm. Mən nə vaxtı qızım 17 yaşında universitetə girəcək, mən onunla fəxr eləyəcəm. Mən heç bir addımımla fəxr eləmirəm bu dünyada. Heç nəyimlə. Nəyimlə fəxr eləyim? Heç nəyimlə. Belə kimsə nəyinləsə fəxr eləyirsə özü biləm. Mən heç nəyimlə fəxr eləmirəm. İnsanam da yaşayıram özüm üçün. Orada. Fəxr eləsin neyim var, sənə kimi qriyyətli bacım.
Özünü soxuşdurub arvad olub oturan bacın. Kabaklı qan qabaq. Sənə kimi qılı-qılıya çalıyıb əri otusturan yanında bacın var. Kim olacaq? Uşağa nə qədər tərbiyə verirsən ver, onsuz da valideynlərinə oxşayıcılar. Valideynləri neyniyib? Ərin bacıva sataşıb. Mən səninlə uşaq doğmuşam. Kim sənə neyniyib ki? Valideyni şükür Allaha öz həyatını yaşayır, atası. Nə anova sataşıb, nə bacıva. Mən də ki oturmuşam yayında. Bəlkə səndən bicbala uşaq doğmuşam. Bəlkə səni şantaj eləmişəm. Yox, sən mənası elə çıxır da. Mənası elə çıxır. Valideyn nəticə odur. Valideyn budur. Valideyni budur. Mən buyam. Mən buyam. Valideyni uşaqlarım budur. Buyam. Budur. Atası da ki özünü gücünə dolandırır. Atası da odur. Biz beləyik. Zaten mənim qızım çox ağıllıdır. Qurban olaram ona, ölərəm ayağının altında. Çox tərbiyəli uşağım var. Qızım, oğlum. Baxıram ki, təhsilə maraqlıdırlar. Mənə kimi savadsız döyürlər. Allah sizə də can sağlığı versin. Mən bu dünyada heç kimə pisliyim deməyib, özümdən başqa. Özümə pisliyim deyir. Ancaq özümə eləyirəm, nə eləyirəmsə. Ancaq özümə, bu vaxta qədər ancaq özümə eləmişəm. Bacı, üşümürsən? Yox, ürəyim. Çəkilişlərim var, oraya getməliyəm, ona görə giymişəm. Baxın, sənin kipirlərin qəşəngdir mənim. Mənim kipirlərim qəşəngdir sənin. Az. Mənim. Bax, mənim kipirlərim. Mənim kipirlərim qəşəngdir. Bax, mənim kipirlərim. Hansımızın kipriyi qəşəngdir, düzdür? Deyən qoy işıq yanım. İşıq yanım. Sərf edəndə dili soxulur ya. Zuzuna. Mən eləmişəm kipri qaynağını. İkinizin də. Ay Allah, çox sağ olun. Xanımınki elə belədir, mənimki qaynaqdır, bax. Məndə qaynaqdır, qızlar. Yazsa bura, etiket eləsinlər səni burada. Mən etiket canlıdayım özümdə. Kapandı, üçüncüsü. Nömrəni deyim yazın da. Dəlirsən, səhvə bağlanan xəstəsən, nömrə nədir? Olmur elə. Arxadakı. Adam var, sındırıb gitsən də qalar. Mən yapışdırmışam bunları dənə-dənə belə. Xanıma amma qaynaq eləmişim. Neçəyə eləyirsiniz? 25-dən başlayır 50 manata qədər. Effektlər dəyişir. Ki bu kipriyi elə 25-dən qızlarma. Eləyərəm, problem yox. Eləyirsən? Sən səhvədən Hə. gələnlərə indirim eləyirəm. Bir dənə gəl etiket eləyək. Xanımın gözündəki kipri liner effekti gedir. 35 manatdır qiyməti. Amma 25-dən. xanımın səhifəsindən gələnlər olsa Hamısı nömrə istəyir. Bir dənə canlığı bağlı da 3 nəfər var orada. O canlığı bağla, gəl bura. Bu cəmaat səni yazsın da, endirim eləyirik. Qızlar, kiprik qaynalı səhifəni də alma. Yaxşı, otur burada elə. Elə boş-boş danış. Hə, boş-boş danış elə. Yaxşı olacaq sənin axırın. Hə, sənin axırın yaxşı olacaq elə. Etiket elə buradan yaz. Kızlar, xanımın səhifəsinə profil şəklinin altında nömrə var. 9-cu mikrorayonda yerləşir. Mənim adımla kim yazsa xanıma 25 manata bu kiprik qaynağını eləyəcək sizə. Əslində 35 manatdır. Liner effektidir. Çox qəşəngdir. Nə ağırlıq verir, nə bir şey. 25 manata. 35-dən endirmə saldıq. Amma öncədən zəhmət olmasa yazılın. Hə, əvvəlcədən yazdım. Çünki vaxt olmur. Nömrə indi deyən xanım bir dənə çəksin özünü inşallah. Mən qaşın birinci Nə yaxşı. Görsən indirim eləyirik gözəl. Yazır cəmaat ki, nə gözəl. Ürəklər atdım. Bəli. Laserə də indirim elədə xanım. Oturmuşsan sən də elə boş-boş. Buyur qızlar, səhifəsi profil şəklinin altında nömrəm var. Hə, var. Şeydə, səhifəyə daxil olun, orada var. Baxın var, Hə. Profil şəklinin altında xanımın nömrəsi var. Kimlər bugünə kim yazılsın zəhmət olmasa. Bugünə kim yazılsa 25 manatdır bu qaynaqlar.
Təmiz nə deyirlər buna? İpək? Hə, ipəkdir qızlar. Kiprik ipəkdir. Zəhmət olmasa ilk öncə yazın ki, yəni bugün kim yazsa, sabaha biri günə yazıla bilərsiniz. Bu həftə ərzində bugün yazılın. Xanımla da ilk bey atsınlar, Allahmasınlar sənə, vaxtıva girməsinlər. Yazılmaq üçün kartıva ödəniş atsınlar, heç olsun bey atsınlar sənə, çoxsu sən. Ünvan 9-cu mikroyon qızlar. Cavadxan 41B. Kipri, bu kipriyi kim istəyirsə 25'dir. Başqa kipriklərin qiyməti ilə bağlı xanımın səhifəsində nömrə var. Yazın WhatsApp-la. Xanım deyib buraya yaz canım, nömrəsi var, sənə qurban olun. Səhifə etiketlənib, Herstil C ilə yazılıb. Ürək qoydan. İndirim elə qoy gəlsin də cəmaat istəyir, bir-birinin gücü çatmır. Qoy elə, sən də qazan, onlar da qoy sənə dua eləsin. Gəlsinlər, indirim mən eləyəcəm. Bəli, 25 manata qızlar. Mənim kipriklərim 35 yox, 25 manata. Hal-hazırda indirimdir. Kim istəsə profil şəklinin altında əlaqə nömrəsi var. Yazılın. Burada çox gözəl. Hə. Qızlar, öncədən yazılın, zəhmət olmasa. Bugün kim yazsa, sabaha bir suyuna qədər gələ bilərsiniz. Bu həftə, bugün neçənci gündür? 3? 4. Bugün 4-cü gündür. Bu 3 gün ərzində, bugün yazın, 3 gün ərzində kim istəsə gəlsin, amma öncədən bey atın xanıma ki, xanımın haqqına girməyin. Onun da balası var, ailə saxlayır. Ay gələcəyəm, alladarsan, kimisə vaxtına girərsən, olmaz. Xanımın səhifəsində nömrə var, oraya yazın. Ünvan 9-cu mikrorayonda yerləşir. Cavadxan 41B. Lazer neçəyədir? Bütün bədən neçəyədir lazerdir? 35 manatdır, full bədən 45 manatdır. Full bədəni eləyirsən 35 manat. Sənin adından gələn. Mənim adımdan gələnlərə full bədəndəki bu nömrə ilə əlaqə saxlayın, buyurun gəlin. 35 manat. Full bədən 35-ə qoyuruq. Eləyin də bu cəmaata indirim Suzu eləyin. xanımın adından gələnlər amma. Bir həftə ərzində endirim eləyir. Bir həftə ərzində indirim eləyirlər. Full bədən, bütün bədənimiz 35 manata. Kandırmada. Lazerdəki Yaz da, son mənə yaz, modelidir. etiket eləyim səni, yaz. Xanım, qıza yazın, sizə konum atsın WhatsApp-a. Sən zəhmət olmasa profildə nömrəm var. Yazın bir də xanıma Beyhatın ki, gələcəksiniz kiprik üçün, lazer üçün, cəmaatın vaxtına, haqqına girməyin. Olmaz, günahdır, hamısı ailə saxlayır. Hər yerdə 35. 35-dir sağ salamat canım mənim. Get səni kim saxlayır? Son model Kandela. Siz necə mehribansınız? Ay bacı, necə mehriban olmayım, neyiniyim? Onlar hamısı qadındılar. Mənə kimi uşaq saxlayır. O ailə saxlayır, bu uşaq saxlayır. Qədərdir. Xanımın gözündəki liner effekti 35 manatdır, amma Zuzu xanımın adından gələnlər olsa 25. canlıdan 25 manat eləyəcəm. Full bədən, bütün bədənimizdə tabii. Hər zaman qıl var. Bizdən bütün ayağa qədər də, yəni hər bir yer. Bütün bədəndə qarın, yəni sinə, hər yer daxildə, yəni Xanım hicablı xanımdır, yəni kişilər zatlar gəlmir bura. Yəni rahatçılıqla gələ bilərsiniz. yəni İpəkdir lazer belə. otağında da kamera yoxdur da, rahatçılıqla hicablı xanımlarımız da gələ bilərlər. yox, çiməndə tökülmür xanım. Yox, xanım, bugün nə çinmişəm? Sən bilirsən ki, mən hər gün çinmirəm. Allah bəzi yerlərdə Cavadxan 41B 9-cu mikrorayon. Yox, kişilər yığmasın. Xanım hicablı xanımdır, nə kişilərin. Kişilərin giriş saatı saat 8-dən saat 11-ə qədərdir. Vay, Bəli. Yox, eləmir. Başqa Kişilər kişilər üçün olur. 8-dən 11-ə qədərdir. Nə bilim, ay bacım, harda kamera var, mən bilməm, mən başıma xərab edəm. Kameramız yoxdur, narahat olmayın. Abla, oradan mənim cındır telefonum var, ötür də mənə. Budur. Hə, ver o cındır telefonum mənə. Şey koymasam var bir sene tutmaz. Mən də deyirəm. Amcıma ver. O yaşlıdır. Adres 9-cu mikrorayon, Cavadxan 41B. O yaşlıdır. O yaşlıdır. Ki işte bu kədər Ben üçün. lazım sizin yeni sarması var. Elinde ki bu. Biraz bakın sabahda siz gidin. Çok yakın.
Nazlısı. Göstermem. Hayır. Ben ne bileyim, Allah hakkı bilmedim. Bütün aslanlar tersi. Dinleyici gelmez. Falan dinleyici gelmez. Hayır. Onu sende. Onu akşam bir ifade ediyor. Fark ediyor. Kim şey yaptı sözünüzü mesela. Yo, qələt edirəm. Yo, Bir qələt gələ bilmədin də məndən. Ara sen gələ bilmədin, ikisi gələ bilmədin. Yo, mən gələcəyim axşam yanmışdım. Ceylan, babat bəslənirsən, biraz şeylər. O bilsən nədir? O mənim şalvarımdır. Bax. Arıqlıyım da, qəşəng çay var. Arıqlıyım da, nə boydasınız. Mən kukla kimi qızam. Keçən il mən nə boydamaydım, ətlərim çıxırdı qızlar. Baxın mənə, gömblineşqam. Eləyəcəyəm səni. Qızlar, baxın. Allah. Baba, həmən yubqadır, bax qarnıma. Bu necə rəddiliyim oyunu? Deyən tezdən görsədim bu iyvəcər qarnımı. Bir damcı durmuş, topan dik yok sarısı. Qıraqların yolulsun, yəni əməliyyat. Bir buna bax. Siz giyməyinə pişmanlıqlar. Çox da yaxşısan. Bel yoxdur. Tamam yoksa. Sizin maşası belə. Dırnağı rəngi pis gündə deyil xanım. Ay xanım, sən hələ bu dırnaq rəngindən bir gör hansısa qəşəng salonda var. Bir də onun rənginə bax. Çox qəşəngdir. Bu gelin öz rəngidir xanım. Hanı bu batmışın şeyləri? Sana Ceylan gözüsü bir olsun. Bu təzədir. Haramla çıxardım, gözlədim cəmaata. Onu sən bilmərsən, dırnaq satılıysan. Budur, o deyil. Sonuçta təzədir. O elədir də, hər şeyi təptəzə alır, yığır. Bir dəfə istifadə tez-tez dəyişir. Sevdiyorsan Allah gələr, qırar eləyərsən Allah otur sakit eləmə. Həsə şeydir, başa çatmır. Qırarsan sən Allah. Bu cəhənnəm olsun. Hə, gələ bax. Disko geldi, ışıqda, qaranlıqda, suyla parıldayır. Çox gözəl. Sən bu geldən bir al dırnağıma ora bura soğuk. Oy Allah, belə reklam olar, zaman. Görmürsən, bu nə dırnaqdır, bu nə. Hələ biz elə bu neyik? Evdə oturub fıttığı ilə oynayırıq, nə gündədir. Çox iyilər durma. Gözəldir. Dırnaq qaynağında indirim eləyici içir. Nə bilim, neçə il heç bilmirəm axı batmış neçə Üst eləyir. forma 35'dir. Hə. Tipsi Və bunlar 25-30 neçədir? arasıdır, bu 35 manat. Mənim adımla gələnlərə 25 Bu manat. forma. 25 manat qızlar bu dırnaqlar. Mənim adımla yazsın. Az qələt eləyir o, eləyər. İndirim elə. Daha hamısı indirim elədir. O niyə eləmiş? Habbasdır. 25 manata qızlar. Bundan da gözəl dırnağı var. Bunlardan sıva. Bunun başqa rəngləri də var. Ümumən 9-cu mikranda. Xan yaz da. Cavad xan 41B. Sabitlə də həyatım. Yox, lazer elədik, free elədik, bu eləməyəcək şahabbas. Buraya 41'dir, burada 51'dir. Eləyici, o da indirim eləyici, eləyici. O da indirim eləyici. O da 25, dırnaqlar 25, kiprik 25, full bədən 35. Qəşəngdir. Əlavə saçlarda da indirim olunacaq. Saç qaynağına da indirim olunacaq. Saç açımına da Saç indirim olunacaq. açımıdır, boyanmasıdır. Hamısı var. Keratin də indirimimiz var. Röya xanım deyir ki, sırf lazerin səhifəsi var. Xanıma yazın WhatsApp-a, deyir, bu xanıma yazın WhatsApp-a, sizə xanımın səhifəsini atsın. Hə, siz zəhmət olmasa nömrəyə yazın, mən sizə. Hə, buranı mən aləmi qatacağım bir-birinə. Reklama deyir, bu xanıma yazın. Normal bədəni 25 manat, son bir həftə ərzində endirimdədir. Buyurub gələ bilərlər. Heç arada belə qiymət yoxdur Kandellaya. Sağ ol Röyaşım, sən də sağ ol Kukla. Nömrəni canlıda deyə bilmirik. Mənim bax sabitlənibdir səhifəm, ürəklər qoyulub 3 dənə. O səhifəyə daxil olun, nömrə var orada. Kipriyin səhifəsi elə xanım bu səhifədir. Mənim öz səhifəmə daxil olun. Bir də bax bu xanımın nömrəsi var ha. Ora yazın nə ilə bağlı? Lazer, qaynaq, Adres dırnaq. 19-cu mikrorayon, Cavadxan 41B. Suzun nə vaxt gəlmisən? Hara bura gəlmişəm? İndi gəlmişəm. Salonun adı Vibe Beauty Dırnağımı nə Studio. vaxt düzəltdirmişəm? Nə bilim, bilmirəm. Saçımın qaynağını 10 gün olar. sökəndə. 10 gün olar. 10 gün olar, 10 gündən çox. Çox olar. Çünki mən sənin saçımı, öz saçımı səndən neçə gün sonra yığdırmışdım. Hə?
lazer. Sən yanıma gəlmirəm. Sən kimsə tanımıram Master Gülya. Sonaların arxasıdır, bəli. Sparta idman zalının yanında. Biraz o mahnının səsini. Əgər sən da məni öldürüb. 21 nömrə poliklinikaya yaxındır. Yaxındır deyil. Aşağı. Ondan aşağıdadır bəli. Biz böyük düşür yol. Yolun tərəfi. Walmartın arxa tərəfinə düşür. Millennium Şadlıq sarayıdır da. Sonaların da arxasına düşür. Bu sonalardır da. Şimdi arka, yok sonra da bizimkinden bizim evde. Ha. Bir beydim savradı. Saçını burada açmışıq da xanımı. Mən eləmişəm. Üzeyirdən bu tərəfədir qabağa. Üzeyri çatmamış. Walmartın yanından həyətə yol düşürür. Tanıdım qızım, tanıdım səni. Necəsən bugün? Sayıqsın səndə, iştahın yoxdur. Bir gün içir, bir gün içmir. Neyirəm onu belə arıqlamağını? Belə arıqlama çayı alıblar məndən. Bir gün içir, 3 gün içmir. Bəli. Belə arıqlamaq olur. Çalmışaq, protiv gedir. Xanım, səhifəyə daxil olun. Baxın, sabitlə səhifəni. Səhifəyə daxil olun. Orada nömrə var, götürün. Biz canlıda nömrə deyə bilmirik. Canlı bağlayırlar. Özümə arıqlamaq Bəli, Bacı- Millenniumun arxası. Arıqlamaq istəyir ay bacı. İndirimlə Millenniumun verim arxasında sənə. tək boz bina var, Sparta idman zalının yanındadır düz. Elə Walmartın yanındakı küçədən baxanda görünür. Vibe Beauty Studio yazılır. Yaz mənə qızım, WhatsApp-a yaz mənə qızım. Səndə mənim nömrəm var, yaz mənə. Yaxın zamanda mənim də yanıma gəlin. Reklamı gözləyirəm inşallah. Neçə kiloyam? 53-54. Hansı binadır? Xanım səhifədə nömrə var oraya, canım. Yaz. WhatsApp-a yazın zəhmət olmasa. Çox danışsınız, çox getdin sən. Konkret istəsən yaz. Gelsin bu saatte bize çıksınlar. Sonra yapasın gidelim. Baha verirlər. Neyi baha verirlər ay qızım? Ekseri sağ olun. Bekletini gelsin. Neyi deyir baha? Kırdalanda deyil xanım. Kırdalanda deyil, 9-cu 9-cu mikrorayondadır. Saçın uzunluğuna, qalınlığına baxıb qiymət deyilir. O videodan sonra 2 saat otağı yarışdırdım. Bu çeye. Səhifədə əlaqə nömrəsi var məndə, oraya yaz. Qorxma çayına. Ha böyle. Hə, çayla bağlı səhifədə nömrə var, qızım oraya yaz. Normal gel. Hal-hazırda indirimdədir. Niyə ki? 20 dənəsi 60-adır. 20 dənə, 15 dənəsi 65 olurdu. 25-30 manat arasıdır. Gətirməklə bir yerdə 70 olurdu 15 dənəsi. Hal-hazırda indirimdədir. 20 dənəsi 60-adır. Niyə ki qızım? Bəli, əlbəttə. Mən saçımı və hesab oluram. Canlıdan da müraciət elədim. Mənim saçımı bir çarə qılsınız. Niyə sözü? Bu qıllarını apar qaytar, gidib bir dənə qıl aldı özü. Hara qaytarmırlar da. Onu gidib bunu bir dənə düzəltdir də. Bu fısfırtıb gedir. Buna görə şampu vurmursan. Niyə vurmuşam? Hadi onu götürdü düzünə qalıb. Sarı saçları ton görməyir. İyi görmək. Yine qarışdırmışam. Kraskanın üstünə qoymamışam. Yox, saçım özü pisdir. Sintetik saç satıblar. Asamsa keçib də çıxdı da. Yaxşı saç var be. Deyir indirimlə ver də mənə çay. Səhifədə nömrə var, yaz qızım verim. İlkin qız deyil. Yaz. İlki kimdir? Deyir yazır indirimlə mənə çay. Səhifədə nömrə var, yaz ora gətim verim sənə. O qədər vaxt ərzində ən az bir 10 kilo atmışdım. Ən ölüsü. Səhifə yazan Qaşlarımı may ayında eləyəcəm qızlar. İndi mən qaşlarımı eləyə bilərəm. Yetməsiz bir atardı, nə çəkir. Başda deyildi bomba. Elə də 30 gün. Bence de bir defa. 30 gün elə də masaj. Həftədə bir dəfə. Səhifədə nömrə var. Salam huzurum. Necəsən qızım? Həftədə bir dəfə yox, 2 dəfə eləyirəm. Həftədə bir dəfə kapitasiyada qalan günlər elə edə bilərsiniz. Profil şəklinin altında nömrəm var. Oraya yazın. Xəbər çıxmadı. Hərbçisi qadına demişdim. Bugün gələcəm, sabah gələcəm. Sabaha mənə yazılan müştəri yoxdur da, düzdür. Saat 1-də gəlsin. Oo, qəşəng. Mən şeyəm də mən ya. Burada gəldi qız vardı, nə oldu? Çıxdı, Ceyran Padolas. Getdi. Elə bir moda götürmüşsünüz. Ben de istiyordum. Ben de istiyordum. Şimdi onu böyle götürdüm. Məsələn, düz. Hadi orada şeydi de kaslı koyandı.
Ceyran, sən şey elə bilirsən? Nə? Keratin. Hə. Keratin elə mən eləyirəm də. Doğrudan mənim tüstüsüz şeyim var ha. Keratin. Özümdə də var tüstüsüz, qoxusuz, gözə Mən yaş yanmaz. bahaldandır. Yazdım xanıma, yaxşı deyə yazım. Yazdım. Əcəb. Cavab ver. Sus, adın nədir Zeynəb? Başı baksın. 300 manat olmuştu. Biraz alacağız. Aynen yine keratin koşturuyor. Ha, gramlandı da onu sen hesaplayarak ona sarf edirsən. Telefonumu söndür. Ağlamaq istəyirəm. Yolçu vidindəsən də dilənçi. Nəzir qutusu. Hə! Hadi abi. Götür, verin. Ver. Mən telefon söndür açılmır. 6% geri olsun ki sonra. Ben de batı var. Selam sana. Yani biz iki çalmaya bakıyorum saçım gelir orada işte. Gəlməyəcək dayısı ustası. İstəyirəm gəlsin də. Yox, Murta deyir. Mən gəlsin də səsini. İstəyirəm ki, çıxardım da səsini. Mürtün ben o şeyəm mən, nə bilim, necə düşərməyəm. Kövrəyəm bir yerdən çıxmışım, səsim gələ bilməz məndə. Niyə gəlməsin? Sən üzvü göstərdim. Gəl oturun qucağında göstərdim səni. Sən eləyəcəksən sənə. Necə mənə? Əvvəl sonra çəkdim var, sənə şey deyə açıq limon. Hə. Bir dənə əvvəl. Gözəl çimşik. O əvvəl elə, sonra Sonra buzda çəkil. Hər adam bir paylayır mənə. masaj elədiyimi göstərir ki, bu xanıma belə rezultat verir. Mən onu qoymam. Sonra şey olsun, axalaş olsun, zaxlayam mən. Valla, bir də özüm. Həmin Səhifədə nömrəm var, aşkım oraya yaz. həmin postu necə Nömrəmə yazın, mən direktə baxmıram ki. 21 kilo. Həmin çizsən şey Eləyəcəm. Dodaq permantini heç vaxt belə qalmır qızlar. Sən mən neyim? Həyatı boyu belə qalmır. Prosta dodağınız ölü dodaqdırsa rəngi, ət rəngidirsə, o biraz qırmızı rəngə gəlir. Dodaq belə qalmır. O prosta çəkilişdir. Tarıq elədi. Dedim sənə çəkənlərə iynə burandı. Ayda, enlərəm mən Yüzdə dedim seçməyim. sənə. Yenə də gec deyil. Yox, özümə eləyəm. Ölçülərini götürərəm. Ölçülər lazım deyil. Ölçüləri də var. Hə, salondayam, ayrı. İynə buranda. Ha. İynə baxanda. Bütün hər görməyə baxanda deyərsən. Aa. Mənə səndə var şey, masajı. Gebə şey, sonra onu sil. Hə, ürəyim, gündə bircə dəfə içəcəksiniz. Qaynar suya əlavə edirsiniz, gündə bircə dəfə Başqa içirsiniz. gebətəcə, üzün çıxsın, deyər burada paralamış qar boşalsın, daha yaşasın, evli yıxsın. Oranı qəşən polkular səliqəli yıxışıram. Şeylə. Sonra Sabah geri götürərəm. tap, ora hamısını çək. Canlı yoxdur burada başqa. Sen gizli şeyler var içirsen. Yox, tərəfdən. Detoks içirsen, çay, süt, müt. O da içəcəm. O. O içməsən bir cırıq düzəldir. Dolu. Şlaqlar. Hamısı qalır. O çıxır. Başları içirsən. Onda çok öneriyim. Hansı sütünə şey edirsin, yağsız sütünə? 05. 15 neyəsə. Mən də qoyuyorum. Şey sandı sənin. Arada bir şeylərdə sürüyorum. Bizim mən 4-5 il çizsəm, ürəyim də istəmir. Sana eləyə bilərəm. O bizdə. Hadi görürsən ağızlıq gəlir, biraz içirsən. Ömrüm. Saçı parikdir. Hə, xanım parikdir. Qaynaqlı saç. Ünvan. Mən də çoxdan bulundum. Ünvan yazıb, nə yazıb? Buraya bir şey düşmesin. Düşmedi mi geçelim? Uçursuz. Küs sənin başına. Yerə soxum sənin boyunu. İtin oğlu it bic balanın oğlu bic.
Ne bilirəm yazmayım manatdır. Parkı çıxarda bilərsən. Az xəstəsən. Park nədir? Görmürsən? Şərrədim, Allah sizi şərrəsin. Bu əriniz işdən gəlsəydi, oturub onunla çənə döyərdiniz. Az mənim gücüm yox deyil sizə. Parik deyib başımdakı. Da tökülürəm, labday. Kosmetologun adı nədir? Mənim Aynur Kazımova. Canım Aynuşum. Nömrə 1'im deyə mənim. Yazırlar mənə, mən getmirəm heç kimin yanına. Heç kimin. İstəmirəm. Ancaq Aynur. Kipri yaraşır xanıma, dəyişir o deyil. Məsəl üçün burada nömrə verməsin, müştəri daşımayacaq da. My life, sən nə yaşayırsan? Salam, isin nə yığırsan? İş oldu. Hara mənə yığıram? Gəlmiş demək. Kimlə onu da deyəcək? Sana canlı 5 dəqiqəlik bağlayıram bir dərsə.